Salam əziz izləyicilər, vaxtınız xeyir olsun. Mən Azərbaycan dil və ədəbiyyat müəllimi Yusuf İlyas. Bugün sizə sözün fonetik xüsusiyyətləri mövzusunu ardın izah edəcəm. İzaha keçməzdən əvvəl videoyu bəyənməyi, kanala abunə olmağı və rəy yazmağı unutmayın. Keçək testimizə. 91-ci sual. Oynayırıq sözünün səs və hərf tərkibi ilə bağlı səhv fikirlər müəyyən edin. Oynayırıq, oynayırıq şəklində tələffüz olunur. Bu şəkildə 4 fərqli məqam var. Deyir, yazı ilə tələffüzü fərqlənir. Bəli, fərqlənir. Qalın saytların ahəngi gözlənmişdir. Bəli, gözlənilmişdir. Bütün samitlər cingirdir. Xeyr, x, çar samitdir. 3'ü götürdü. 2 açıq, 2 qapalı sayt vardır. 3 qapalı sayt vardır. 4'ü də götürdü. Vurğu 3-cü ecam üzərində oynayırıq. Bəli. Deməli, camımız oldu. 3, 4, B variantı. 92-ci sual. Oxşayıram sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Oxşayıram, oxşuyuram şəklində tələffüz olunur. Səhvi istəyir bizdən. Vurğu 3-cü ecam üzərində də oxşayıram. Bəli. Qalın sayılan ahəng gözlənmişdir. Doğrudur. Yazısı ilə tələffüzü fərqlənən 2 fərqli məqam vardır. X, ş, kar, y, r, m cingilti samitlərdir. Bu da doğrudur. 3 açıq, 1 qapalı sayt vardır. Xeyr. O ilə A açıqdır. U-la isə qapalıdır. Elə cavabımız 92-də E oldu. 90-cı sual. Təbiət sözünün fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikirlər müəyyən edin. Təbiət, təbiət şəklində tələffüz olunur. Yanlış istəyir bizdən. Ahəng qanuna tabidir. Bəli, tabidir. Vurğusu ikinci ecəyə düşür. Xeyr, təbiət sona düşür. İkini götürdü. Həm qapalı, həm açıq saytla işləmişdir. Ə ilə i. 3 çıxdı. 1 cingilti, 2 kar samit vardır. 2 dənə t var, kardır. Bu y isə cingiltilidir. Ona görə cavab 4'ü də götürdü. Yazısı ilə dəyişik fərqlənmir, fərqlənir. 5'i də götürdü. Yalnız dodaqlanmayan saytlar işlənib. Bəli, ə ilə i. Deməli, cavabımız oldu 2, 4, 5. B variantı. 94-cü sual. Fəaliyyət sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Fəaliyyətdə y-nin biri düşür. Vurğu 4-cü hecadadır. 4 hecalıdır və vurğu 4-cü hecadadır. Fəaliyyət. Bəli. A çıxdı. A qalın dodaqlanmayan açıq. İ incə dodaqlanmayan qapalı. Ə isə incə dodaqlanmayan açıq saytdır. Doğrudur. F və T kar. L və Y cingilti samitlərdir. Bu da doğrudur. Bir sayt, bir samit yazısından fərqli tələffüz olunur. Xeyr, Y-nin sadəcə biri düşür. Elə cavabımız oldu 94'də D. Ahəng qanunu pozulmuşdur. Bəli, pozulmuşdur. Keçək 95-ci suala. 95-ci sual. Üstünlük sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirlər müəyyən edin. Bizdən düzgün istəyir. Üstünlük şəklində tələffüz olunur. Bu şəkildə. Deməli, həm saytlərdən, həm də samitlərdən təkrar istifadə edilib. Deməli, ü-lər istifadə edilib. Təkrar. Bir də n-lar istifadə olunub. Təkrar. Ona görə bir doğrudur. Dəyişik yazışı fərqlənmir. Fərqdən 2 çıxdı. Ü incə dodaqlan qapalı saytdır. Bəli. 3'ü götürdü. S, T, ih kardır. N, L cingilti samitlər. Xeyr, səhvdir. L. Ümumiyyətlə sözdə L samitsəsi yoxdur. 4'ü çıxdı. İncə saytların ahəngi vardır. Bəli, 5'i də götürdü. Vurğusu ikinci ecadadır. Xeyr, üçüncü ecadadır. Üstünlük bura düşür. Ona görə 6 çıxdı. Elə cavabımız oldu. C variantı 1, 3, 5. 96-cı sual. Şərait sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Şəraitdə A uzanır. Tələffüzdə y səsi daxil olur. Şərait. Deməli, ş, t samitlər kar, r, y samitlər cingiltdir. Bəli, tələffüz ilə yazışı fərqlidir. Bəli, bir fərqli məqam var. 6 hərf 7 səsdən ibarətdir. Doğrudur. Ə incə açıq dodaqlanmayandır. A qalın açıq dodaqlanmayan saytdır. Bu da doğrudur. Vurğu ikinci ecadadır. Şərait sonuncu ecadadır. 96'da eni götürdü. 97-ci sual. Çəmənlik, çəmənlik şəklində tələffüz olunur. Odunluq, odunluq şəklində tələffüz olunur. Bizə səhvi istəyir. Hər ikisi uzanan sayt yoxdur. Bəli, doğru. Heç birində uzanma yoxdur. Birinci sözdə incə, ikinci sözdə qalın saytların ahəng gözlənmişdir. Bəli. Birinci sözdə 2, ikinci sözdə 1 kar samit vardır. Baxaq. Deməli, birinci sözdə 2 deyir. Ç, bir də ih. 2 karımız var. İkinci sözdə isə bir dəqiqə, birinci sözdə 2, ikinci sözdə 1 kar samit vardır. Baxaq. Odunluqda isə x-dır. Bu da doğrudur. Hər söz 3 hecalıdır.
çəmənlik, odunluq. Bu da doğrudur. Hər ikisi də yalnız 2 samitinkə qarşılığı yoxdur. Çəmənlik sözündə m-nın, n-nın, bir dənə də 3-ünün qarşılığı yoxdur. Bizə istəyir ikisini, elə cavabımız 97-də Y variantı oldu. Odunluqda isə ikisinin qarşılığı yoxdur. 98-ci sual. Xoşniyyətli və xoşxasiyyətli sözlərin fonetik xüsusiyyətlərlə bağlı səhv kimi müəyyən edin. Xoşniyyətlidə sadəcə l-dıya çevrilir. D-yə çevrilir. Xoşxasiyyətli isə y-nın biri düşür. L da d-yə çevrilir. Deməli, bizdən səhv istəyir. Hər iki sözdə təkrar olunan samit vardır. Xoşniyyətli y-lar təkrar olunur. Xoşxasiyyətli isə x-lar təkrar olunur. Açıqdır. Hər iki sözdə ahəng qanunu pozulmuşdur. Bəli, pozulmuşdur. Bir dəqiqə. Pozulmuşdur dedi. Sonra hər iki sözdə səhvlərin sayı səslərin sayından çoxdur. Demək, xoşniyyətlidə belə deyək, nə səs artımı, nə səs düşümü var. Ona görə cavabımız oldu C variantı. Xoşxasiyyətdə isə y-nın biri düşür. Səs düşümü var xoşxasiyyətlidə. Hər ikisi həm açıq, həm də qapalı sayt vardır. Bəli, vardır. O ilə i. Xoşxasiyyətdə isə o ilə i məsələn üçün. A da açıq saytdır. Sonra birinci sözdə 3 kar, 4 cingiltili. Deməli, x kardır, ş kardır, bir də t kardır. 3 karımız n cingilti, y cingilti, bir dənə də cingilti, d da cingilti, 4 cingiltili. Xoşxasiyyətli sözündə isə 5 kar 2 cingilti istəyir. Baxaq, x1, ş2, bir dənə də x3, bir dənə s4, bir də t5 kar, y-lar isə 1 y, bir də d cingilti. Demək, y variantı da doğrudur. 5 kar 2 cingilti samit. 98-də cavab C oldu. 99-cu sual. Neft çıxarma və neft təmizləyən sözlərinin fonetik xüsusiyyətlərlə bağlı səhv kimi müəyyən edin. Neft çıxarmada t düşür, neft təmizləyəndə isə t düşür, bir də l d-yə çevrilir, ə də i-yə çevrilir. Deməli, bir dəqiqə, d-yə çevrilir. Hər iki sözdə bütün hecalar samitlə başlayır. Baxayıq, neft çıxarma, neft təmizləyən doğrudur. Hər iki sözdə vurğu son hecəyə düşür. Neft çıxarma, neft təmizləyən doğrudur. Birinci sözdə 4, ikinci sözdə 5 hecalıdır. Bu da doğrudur. Hər iki sözdə uzun sayt yoxdur. Bəli, heç birində uzanma yoxdur. Hər iki sözdə kar samitlərin sayı bərabərdir. Baxaq, deməli, f1, c2, x3, 3 kar samitimiz var. Neft təmizləyəndə f1, t2, sonra 2 dənə kar samitimiz var. Elə, ona görə cavabımız 99-da E oldu. 100-cü sual. Fikirlərdən biri səhvdir. Deməli, altlar sözü yazıldığı kimi tələffüz edilir. Baxaq, bəli, akord sözü akord kimi tələffüz olunur. Bu da doğrudur. Şəfəq və üfüq tipi sözlər sayıla başlayan şəhətçi artıqda həmin sözlərin son samiti yazıldığı kimi tələffüz olunur. Şəfəqin, bu da doğrudur. Üfüqün, intonasiya nasıl düşür? Allegoriya qora düşür. Vurğu 3-cü hecəyə düşür. Bəli. Qanad açma və qanad çalma ifadələrində ilk sözün tələffüzü eynidir. Qanad çalmada sayıla başlayan söz gəldiyi üçün olduğu kimi qalır. Qanad çalmada isə dəyişir. Çünki samitlə başlayan söz gəlib qanad çalmaq kimi tələffüz olunur. Cavabımız oldu 100-də E. 101-ci sual. Fikirlərdən biri səhvdir. Atlas sözündə vurğu birinci hecadadır. Xeyr. Atlas sonuncu hecadadır. Elə cavabımız oldu 101-də A variantı. 102-ci sual. Çiskinli və çayırlıq sözlərinin səs tərkibi ilə bağlı ortaq fikir deyil. Çiskinli, çiskinli. Çayırlıq, çayırlıq şəklində tələffüz olunur. Ortaq deyil bizə deyir. Ahəng qanunu gözlənilmişdir hər ikisində. Tələffüzündə yazısında fərqli 2 məqam var. Hər ikisinin yazısında 2 fərqli məqam var. B-də çıxdı. Vurğu son hecadadır. Çiskinli, çayırlıq doğrudur. 2 qarşılıqlı olan samit işlənib. Baxaq, çiskinli sözündə n-lar, çayırlıq sözündə r-lar, D-də çıxdı. Kar samit cingil samitə çevrilmişdir. Deməli, k-kardır, g-ya çevrilir çiskinli sözündə. Çayırlıq sözündə isə q-xıya çevrilsə də, q-cingilti x-ya çevrilib. Ona görə cavabımız 102-də Y variantı. Sonra 103-cü sual. Baxaq. Deməli, hansı sözün fonetik xüsusiyyətinə aid izah yoxdur? Baxaq. Deməli, açıq, aydın kimi tələffüz olunur. Ürəkdən, ürəkdən, heyrətlə, heyrətlə, kasatdıq, sandıq,
Bu şəkildə deyir, yazısı ilə deyilsən 2 fərqli məqam var. C variantında çıxdı. Y cinci samtın kar qarşılığı vardır. B variantında. Tərkibində kar samtlərin sayı cinci samtlərdən çoxdur. Kar samtlərin sayı cinci samtlərdən çoxdur. Elə kar satdıqda 1 kar, 2 kar, 3 kar, bir də 4 karımız var. D da cinciltilidir. Bir cinciltimiz var. Elə bura gedir D variantı. D-də çıxdı. Tərkibində kar samtlərlə cinci samtlərin sayı bərabərdir sandıqda. Deməli, S ilə X kardır, N ilə D cinciltilidir. 2 kar 2 cincildir. Y-də çıxdı. Elə cavabımız oldu A variantı 103-də. 104-cü sual. Bircə dəqiqə. Verilənlər içərisində hansı sözün fonetik xüsusiyyətinə aid fikir yoxdur? Baxaq, yazıya deyilsən də 2 fərqli məqam vardır. Artıq tamaq, axar baxarlı, cəsarətlə cəsarətlə, kəmənd, ağbirçə. Bu şəkildə. Deməli, yazıya deyilsən 2 fərqli məqam var. C variantı çıxdı. Tərkibində Y cinci samtın kar qarşılığı vardır. İhi istəyir bizdən. E variantı çıxdı. Tərkibində kar samtlərin sayı cinci samtlərdən çoxdur. Demək, kar samtlərin sayı cinci samtlərdən çoxdur. Artıq tamaqda T1, X2, bir dənə T, H da 3. 4 kar R ilə M da cincildir. 4 kar 2 cincildir. Elə bura gedir A variantı. Sonra tərkibində kar samtlə cinci samtlərin sayı bərabərdir. Baxaq elə kəmən sözündə. M ilə N cincildir, K ilə T kardır. 2 kar 2 cincildir. D də bura getdi. Elə cavabımız oldu B variantı. 105-ci sual. Verilənlər hansı sözün fonetik təhlilini tam əhatə edir? Yazıya deyilsən də 4 fərqli məqam vardır. Baxaq, fədakarlıqla çəpərlənmə, çətinliklə, təmizkarlıq, səbirsizliklə, bu şəkildə olur. Deməli, yazısı ilə deyilsəndə 4 fərqli məqam vardır. Deməli, D ilə B-ni çıxdıq. Tərkibində Y cinci samtın kar qarşılığı vardır. A variantında yoxdur. A-nı da çıxdıq. Qaldı Y ilə C variantı. Kar samtla başlayıb cinci samtla bitir. Bəli, C ilə başlayır, N ilə bitir. S ilə başlayır, N ilə bitir. Hər ikisi. Tərkibində 3 kar 4 cinci samt vardır. Baxaq. Deməli, 1 kar, 2 kar, bir dənə də kar, 3 karımız var. 4 cincilti istəyir bizdən. 1 cinciltili, 2 cinciltili, 3 cinciltili, 4 cinciltili. Cavabımız C olacaq. Səbirsizliklə də baxaq. S1, bir dənə də S2, bir dənə də I3, 3 karımız var. B cinciltili, 1 cinciltili, Z 2 cinciltili, bir dənə də burada R var idi. 3 cinciltili, sonra D 4 cincildir, N'lar isə 5, 6 cincildir var. Y variantı çıxdı. Çünki 6 cincildir samit var. Keçək 106-cı suala. 106-cı sual. Verilənlər hansı sözün fonetik təhlilini tam əhatə etmir? Baxaq, ahəng qanuna tabidir hamısı. Y cinci samitin kar qarşılığı bitir. Baxaq, körükləmə, tüstülənmə, şifrələnmə, veylənmə, puxtələşmə. Deməli, Y cinci samitin kar qarşılığı ilə bitir. Hamısında qarşı olan samitlə başlayır. Ç, Ş, V, T, P hamısı qarşı olan samitdir. Vurğusu mehribanlıqla lığa düşür. Sözünün vurğusu ilə eyni hecəyə düşür. Köklənmək məkə düşdü. Tüstülənmək məkə düşdü. Şifrələnmək məkə düşdü. Veylənmək məkə düşdü. Puxtələşmək hamısında sona düşür 4-cü hecəyə. Deməli, yazıya deyirsən 2 fərqli məqam var. B variantında 3 fərqli məqam var. Elə cavabımız 106-da B variantı oldu. Çünki bizə tam əhatə etmir dedi. 107-ci sual. Nöqtəyə yenə uyğun gələn sözdür. Deməli, uzaq görənli nihlə, itəkarlıqla,
Sənətkarlıqla, xəyanətkarlıqla, səmimiyyətlə y-nin bir düşür, l-niyə çevrilir, bir dənə də əlavə olunur. Deməli, dəyişik yazında 4 fərqli məqam var. Ona görə biz A-nı çıxdıq və Y variantını çıxdıq. Qarşı olan 5 samit səs vardır. Deməli, T-nın, daha doğrusu R1, bir dənə də R2, sonra N3, bir dənə də N4. Ona görə B variantı çıxdı. 4 dənə qarşı olmayan samit vardır. Sonra sənətkarlıqla sözündə N1, R2, bir dənə də R3, N4, bir dənə də N5 dənə qarşı olmayan samit vardır. Xəyanətkarlıqla sözündə 1, sonra 2, 3, 4 dənə. Bir dəqiqə nəyə diqqət eləmədim mən burada? Xəyanətkar, bir dənə də R5 dənə. Deməli, 5, C ilə D variantında da 5 qarşılıqlı olmayan samit vardır. Ancaq qanun pozulması faktı var hər ikisində. Sonra vurğusu 5-ci hecədə sənətkarlıqla, deməli 1, 2, 3, 4-cü hecəyə düşür. Ona görə C variantı çıxdı. Xəyanətkarlıqla lığa düşür. 1, 2, 3, 4, 5-ci hecəyə düşür. Elə cavabımız oldu 107-də D variantı. 108-ci suala baxaq. Verilən fikirlərin hansı söylənən fonetik xüsusiyyətlərinə uyğundur? Yazıçıya deyilsəndə 3 fərqli məqam var. Baxaq, söyüddü, vətəndaşlıq, məqsəddir, 8 nəfərlik, 4 üçüncü. Deməli, deyir ki, yazı deyilsən 3 fərqli məqam var. Ona görə biz 2 ilə 5-i çıxdıq. Tərkibində 3 şər samit işlənmişdir. S1, sonra T2, bir dənə də 3 dənə. Sonra məqsədli sözündə K1, S2, T3, 3 dənə. 8 nəfərlikdə 1, 2, sonra F3, bir dənə də 4 dənə oldu. Ona görə 4 çıxdı. Elə cavabımız oldu 1 ilə 3. 108-də cavabımız oldu B variantı. 109-cu sual. Səhv fikir müəyyən edin. Sual və aid söylənən samitlərlə saitlərin sayı bərabərdir. Baxaq. Doğru deyil. 2 samit, 2 sait var. A çıxdı. Aşiq və hüquq söylənən sayla başlayan seçici artıda tələffüzündə heç bir dəyişik olmur. Aşiqin hüququn çıxdı. Gözəlləşdirərik. Bura düşdü. Şəhərlər arası bura düşdü. Söyləndə vurğu eyni hecəyə düşür. Gözəlləşdirərək də 5-ə düşür. Şəhərlər arasında isə 6-ya düşür. Ona görə cavabımız oldu elə C variantı 109-da. 110-cu sual. Səhv fikir müəyyən edin. Məntiq və natiq söylənən sayla başlayan şəkildə artıda tələffüzdə heç bir dəyişmə baş verir. Məntiqin, natiqin doğrudur. Yaxşılaşdırarıq. Bura düşdü. Əmtəşünaslıq bura düşdü. Deməli, söylənən vurğu eyni hecəyə düşür. Deməli, yaxşılaşdıraraq 5-ə düşür. Əmtəşünaslıqda isə 6-cı hecəyə düşür. Elə cavabımız oldu 110-da B variantı. 111-ci suala baxaq. Hansı sözün fonetik xüsusiyyətinə aidcaq yoxdur? Deməli, cürətdir, asanlıqla, əsniyərə, şəfəq, ehtişamla. Burada H-tı eynən başlayan sözdürsə, daha çox H-tı dəyişmir. Baxaq, deməli ki, samit cingiltis qarşılığı ilə yanaşı işlənib. A variantı. Sonra dəyişik yazılarında 4 fərqli məqam vardır. Baxaq, B variantı çıxdı. Kar və cingiltis samitlərin sayı eynidir. Ehtişamla 1, 2, 3, sonra 1, 2, 3. Y variantı. Y-də çıxdı. Tərkibində cingiltis samit işlənməyib. D variantı. Elə cavabımız oldu C 111-də. 112-ci sual. Hansı sözdə sadalanan xüsusiyyətlərdən yalnız biri var? Səs artım hadisəsinin olması, ahəngqanın pozulması. Deməli, bütünlüklə rübai, A uzanır, rübai, mütəxəssisdə üçün olmur, komanda, nəhəng,
Ç kimi olur. Deməli, səs deyir ikisindən biri olmalıdır. Səs artımı hadisəsinin olması. Bütünlüklə də səs artımı olur. Amma ahəng qanı pozulması yoxdur. Elə cavabımız olacaq A variantı. Rübai sözündə səs artımı hadisəsinin olması var, amma ahəng qanı pozulması da var. Ona görə B çıxdı. Mütəxəssis sözündə nə səs artımı var, həm də ahəng qanuna tabidir. C-də çıxdı. Komanda sözündə səs artımı hadisəsi yoxdur. Ahəng qanunda pozulması, bir dəqiqə, səs hadisəsinin olması. Burada səs artımı hadisəsi olmur. Ahəng qanı pozulması bu da olmur. D variantı çıxdı. Nəhəngdə səs artımı olmur. Ahəng qanı pozulması olmur. Elə D variantı çıxdı. 112-də cavabımız oldu A variantı. 113-cü sual. Deməli, deyir, bütün sözlərə aid ortaq fikirdir. Zəncin, ithaf, budaq kimi olur. Büllurda isə dəyişmə olmur. Deməli, ahəng qanı gözlənmişdir. İthaf pozdu. Vurğu son hecandanır. Zəncin, ithaf, budaq, büllur. Elə cavabımız B oldu. Yazıya təəssüsü fərqlənmir. Zəncinin, büllurun, ithaf fərqlənmir. Həm açıq, həm də qapalı sayt var. Zəncində ənəni, ithafda inana, budaqda unana, büllurda pozdu, çıxdı. Sonra saytlardan biri uzun tələffüz olunur. Zəncin, ithaf, budaq, büllur heç birində uzanmır. E-də çıxdı. Cavabımız 113-də B oldu. 114-cü sual. Demək, Eyler-Venn diaqramının əsasən sözlərin fonetik xüsusiyyətlərlə bağlı doğru fikirlər müəyyən edin. Deməli, əmlak və şimşək şəklində tələffüz olunur. Deməli, yazı ilə dəyişik fərqlənmir. Hamı açıq, həm də qapalı sayılar işlənməmişdir, ancaq açıqlar işlənir. 2 hecalıdır, əmlak. Doğrudur. Səs və tərkibi fərqlənmir. Fərqlənir, Ç, İ-hə çevrilir. Tərkibində qarşılanan kar samitlər işlənmişdir. Şıların qarşı var, hələ İ-in özünün də qarşı var. Ona görə cavabımız oldu 3, 5. Cavab C variantı 114-də. 115-ci sual. Verilmiş fonetik xüsusiyyətlər hansı sözə aiddir? Deməli, güvənmə, çəngəl, qayğanaq, şəhərri, manatlıq bu şəkildə olur. Deməli, deyişində 2 fərqli məqam var. C variantı çıxdı, B variantı çıxdı, D variantı çıxdı, qaldı A-nan E. Ahəng qanı gözlənmişdir hər ikisində. Samitlərin ikisinin kar qarşılığı yoxdur. Deməli, N-ın, M-ların qarşılığı yoxdur. Burada manatlıqda isə M-la N-ın qarşılığı yoxdur. Bu da doğrudur. Bütün heca samitlə başlayır. Güvənmək, manatlıq. Doğrudur. Tələffüz zamanı eynicisi 2 samit yanaşı işlənmişdir. Güvənmək sözündə M-lar eyni işlənib. Elə cavabımız A olacaq. Manatlıqda isə N-la M-dır. E variantda çıxdı. 116-cı sual. Boş xanaya uyğun ifadəni müəyyən edin. Təəccübdə ə düşür. Ənin biri də daha doğrusu biri uzanır, biri düşür. Məəttəl sözündə ənin biri düşür, biri uzanır. T-dıya çevrilir. Ədalətlə də A uzanır. Tapşırıqda isə Q-xıya çevrilir. Deməli, sayılan bir uzun tələffüz olunur. Tapşırıqda uzanma yoxdur. Vurğu son hecaya düşür. Təəccüb, məəttəl, ədalət, tapşırıq doğrudur. Elə cavabımız oldu B variantı 116-da. Sonra keçək 117-ci suala. Verilən fikirlər hansı sözün fonetik xüsusiyyətləri əks etdirir? Deməli, heyrətlənmə, daha doğrusu heyrətlənmə, bir dəqiqə. Heyrətlənmə. Sonra dərdləşmə, cinayətkarcasına fərq yoxdur, dalamaq, çempionat. Y səs daxil olur, o da A-ya çevrilir. Deməli, yazı təvzində 3 fərqli məqam var. Ona görə D variantı çıxdı, C variantı çıxdı, Y variantı çıxdı. Bu çünki B ilə C-də, daha doğrusu C ilə D-də bir fərqli məqam, D-də bir fərqli məqam var, C-də yoxdur. Çempionatda isə 2 fərqli məqam var. Keçək A və B variantlarına. Ahəng qanuna tabidir hər ikisi. Sözdə qarşılama 2 samit səs vardır. Demək, heyrətlənməkdə 1, R2, sonra M3, bir dənə də M4. Dördünün qarşı yoxdur, amma daha doğrusu A-nı çıxdı. B variantında isə R-la M-nın qarşı yoxdur. Elə cavabımız olacaq 117-də B variantı. 118-ci sual. Dahi, məna, elan,
Deməli, hamısında A uzanır, Ə uzanır, E uzanır. Deməli, ortaq fikirlər istəyir. Bizdən yazı tələffüzü fərqlənmir, doğrudur. Yalnız cinsi samitlər işlənmişdir. X, çardır, çıxdı. Tərkibində qapalı sahət vardır. Sadəcə dahini 3-də çıxdı. Tərkibdə vurğusu olunca da dahi, məna, elan 4-ü götürdü. Açıq sahət uzun tələffüz olunur. Hər üçündə açıq sahət var. Birinci dahi A uzandı, məna Ə uzandı, elanda E uzandı. Deməli 5-i də götürdük. 1, 4, 5 cavabımız oldu A variantı. 119-cu sual. Hazırlıq şəklində tələffüz olunur. Sözün fonetik xüsusiyyətlərlə bağlı səhv kimi müəyyən edin. Deməli, sözdə tələffüz zamanı qoşula samitlə yanaşı işlənir. Səhvi istəyirsə, bəli işlənir. 1 çıxdı. Vurğusu çatışmazlıq. Sözün vurğusu da eyni hecədir. Çatışmazlıqda 4-cü hecəyə düşür. Hazırlıqda 3-cü hecəyə. Ona görə 2 səhvdir. Hecələrin sayı müalicə sözünün hecələrin sayı ilə eynidir. Müalicə sözündə 4 hecə var. Hazırlıqda isə 3 hecə var. 3-ü də götürdük. 3 samitin qarşılığı yoxdur. Deməli, H-nın qarşılığı yoxdur. Bir də R-ların, 2 R-nın 4 çıxdı. Tələffüzündə 1 fərqli məqam var, 2 fərqli məqam var. Elə 2, 3, 5 oldu cavabımız. 120-ci sual. Asanlıqla kimi tələffüz olunur. Tezliklə, tezliklə şəklində. Deməli, ortaq cəhətləri müəyyən edin deyib. Bizdən sayılan bir uzun tələffüz olunur. Uzanma yoxdur. Tələffüz və yazısında 4 fərqli məqam var. Hər ikisinin 2 kar samit işlənmişdir. Deməli, asanlıqla da bir S-dır, bir də X-dır. 2 kardır. Tezliklə də isə T kardır, bir də İhkardır. Ona görə 3-ü götürdüm. 2, 3. 4 cinci samit işlənmişdir. Deməli, belə deyək. N-nın 1-i, 1-ni, 2-ni, 3-nü, 4-nü. 4 cinciltili. Tezliklə də isə 1, daha doğrusu, bir dəqiqə. Deməli, Z-nın 1-i, D-nın 2-si, D2, N3, bir dənə də N4. Elə cavabımız oldu 2, 3, 4. Vurğusu 3-cü hecədə asanlıqla 3-ə düşür. Amma tezliklə də 2-yə düşür. Ona görə cavabımız oldu 2, 3, 4. C variantı 120-ci sual. Belə bugünlük bu qədər. Videoyu bəyənməyi, kanala abunə olmağı və rəy yazmağı unutmayın. Gələn görüşlərədək. Sağ olun.